Reklam fasiləsindən öncə sizlərə çatdırdığım qədərilə qeyd etdiyimiz kimi artıq bir neçə gündür ki, Dövlət Sosial Müdafiə Fondunun yeni sosial tərəfdaş layihəsi haqqında hər kəsin artıq müəyyən qədər məlumatı var ki, siz izləyicilərimizin diqqətinə çatdırmağa çalışırıq ki, bugün də bu layihə barədə daha ətraflı danışmaq üçün studiyamızda özəl bir qonağımız var ki, fondun əməkdaşı studiyamızın qonağıdır və sevərək təqdim eləmək istəyirəm. Dövlət Sosial Müdafiə Fondunun böyük mütəxəssisi Royal Ağayev. Xoş gəlmişsiniz. Xoş gördük Günlar xanım, sabahınız xeyir olsun. Sizin də qonaqlarımızı salamlayıram. Təşəkkür edirəm. Televiziya qarşısında əyləşən tamaşaçıları salamlayıram. Təşəkkür edirəm. Siz necəsiniz? Təşəkkür edirəm. Siz yaxşısınızsa bizə də gözəl enerjiniz yayılmış olmaqdadır. Bir neçə gündür artıq sizin bu sosial layihənizlə bağlı, biz də sosial tərəfdaş layihənizlə bağlı, biz də elə bütün televiziya əməkdaşları, mütəmadi izləyicilərimizə məlumat verməyə çalışırıq. Xalqımıza bu haqda məlumat verməyə çalışırıq və əsasən təqaüdçülərə istəyirik ki, pensiyalan şəxslərə səsimiz çatmış olsun. İstəyəcəm özünüz bu layihə ilə bağlı, ümumilikdə təqaüdçülərin ən çox verdiyi suallarla bağlı əhatəli bir layihə ilə bağlı çatdırasınız. Təşəkkür edirəm Günlar xanım. Layihənin məqsədi ilə bağlı. Son günlərin ən aktual mövzularından biri olan sosial tərəfdaş layihəsi haqqında danışacağıq bu günləri. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu yeni imkanlar tətbiq edir. Bunlardan biri də sosial tərəfdaş layihəsidir ki, layihənin məqsədi təqaüd, pensiya, sosial müavinət alan şəxslərin maddi, sosial rifahını yaxşılaşdırmaq, gündəlik xərclərinin azaldılmasından ibarətdir. Bəs bu endirimlərin tətbiq olunması haqqında necə tətbiq olunur? Haralar, məsələn biz deyirik müxtəlif apteklərdə, müxtəlif marketlərdə tətbiq olunur. Endirimlərin tətbiq barəsindən bağlı. Bəli, ümumi olaraq layihə iki istiqamətdə irəliləyir. Bunlardan birincisi pensionerlər, təqaüdçülər, mağazaya, klinikaya, apteklərə və yaxud da digər tərəfdaşlara yaxınlaşdığı zaman təqaüd pensiya kartından ödəniş edərlərsə, birbaşa post terminal bu şəxslərə endirim eləyir. İkinci istiqamət bundan ibarətdir ki, e-sosial mobil tətbiqi, Sosial Müdafiə Nazirliyinin tətbiqidir ki, həmən şəxslər mobil tətbiqi yükləyərək və barkod əldə olunur. Barkodu seçilmiş tərəfdaşlarda yalnız klinikalarda, apteklərdə və marketlərdə təqdim etməklə endirimdən yararlanırlar. Barkodu ancaq həmin o e-sosialın mobil tətbiqi vasitəsindən əldə. Yəni barkod haqqında sizcə məlumat verəsiniz? Çünki izləyicilərimizin də bu suallar gəlir. Barkodu necə əldə etmək olar? Nazirliyin tətbiqi olan e-sosial mobil proqramını telefona yükləyərək və qeydiyyatdan keçmək lazımdır. FinCode-la və yaxud da SIM vasitəsilə qeydiyyatdan keçmək lazımdır və heç bir müdaxilə etmədən artıq pensiyaçı, təqaüdçü olduğu halda burada barkod özü avtomatik olaraq aktiv olunur. Alış-veriş zamanı kassada ödənişdən öncədən göstərmək lazımdır ki, burada endirim keçərli olsun. Bizim yaşlı nəsil nümayəndələrini nəzərə alaraq həmin o proqramın necə yüklənməsini də istəyəcəm soruşum sizdən. Hansı ki, deyirsiniz ki, Dövlət Müdafiə Nazirliyinin rəsmi, belə deyim, Sosial Müdafiə Fondunun həmin o proqramını yüklənmək üçün hardan, necə yüklənməlidirlər? Bəli, iOS və yaxud da Android mobil tətbiqlərində oradan e-sosial tətbiqini yükləyə bilərlər. Qeydiyyat üçün sosial tərəfdaş layihəsinin qaynar xəttinə müraciət edə bilərlər. 010 712 7012 nömrəsində əlaqə saxlaya bilərlər. Biz köməklik göstərə bilərik ki, video təlimat var. Onu göndərək və kifayət edir ki, mobil tətbiqi yükləsinlər. Bizim daha belə dəqiq görməyiniz üçün dəyərli izləyəcəyiniz monitorun Twitter bölümündə də əlaqə nömrələrimiz qeyd olunur və sözsüz ki, arxa monitorda da əlaqə nömrələri qeyd olunur. 010 712 73 12 qaynar xəttimiz və yaxud da elə sosialtərəfdaş.az saytına daxil olaraq siz də rahatlıqla istiqamət tapa bilərsiniz. Hər dəfə kassada barkodu göstərmək kifayət eləyirmi, Royal bəy? Bəli, hər alış-verişdə göstərmək kifayət eləyir. Bununla bağlı bir limit təyin olunmayıbdır. Hər dəfə istifadə edə bilərlər. Bəs faiz olaraq endirim faizi nə qədər təşkil edir? Faiz dərəcələri 3% ilə 40% arasında dəyişir. Burada müxtəlif faizlər təklif olunur. Belə deyim, hər mağazadan, hər aptekdən fərqlidirmi faizlər, yoxsa standart faizdir? Bəli, klinikalarda daha çox faizlər təşkil olunur. Aşağı doğru artıq apteklərdir, marketlərdir ki, yer alırlar. Gündəlik limit varmı, yoxsa hər gün biz bu barkoddan, yəni daha pensiyalı şəxslər bu barkoddan istifadə edə bilərmi? Bəli, diqqət yetirməli olduğumuz məqam nədir? Barkodlar hər 24 saatdan bir dəyişilir, təhlükəsizliyin qorunması üçün. Ancaq limit təyin olunmayıbdır. Yəni şəxs gün ərzində 10 dəfə də istifadə edə bilər, 20 dəfə də istifadə edə bilər, limitsiz saydadır.
Bir də bu nüansa toxunmaq istəyirəm ki, ödənişdə həmin barkoddan əlavə hər hansı bir sənəd göstərməlidirmi pensiya vərəqəsini və yaxud da başqa bir sənəd göstərməyə ehtiyac varmı? Sənəd göstərməyə ehtiyac yoxdur. Barkodu şəxsin özü istifadə eləyir və yaxud da özü gələ bilmirsə, birinci dərəcəli ailə üzvü bundan istifadə edə bilər. Bir də hər hansı bir, məsələn, qida üçün marketə və yaxud da qeyri-qida üçün marketə girdikləri zaman bütün məhsullara mı şamil olunur endirim, yoxsa hansı bir seçilmiş məhsullara mı? Bütün məhsullara şamil olunur və çox gözəl bir xəbər də var ki, burada endirimdə olan məhsullara bir daha da endirim olunur e-sosial barkodu ilə. Yəni mağazanın öz tətbiq etdiyi endirimdən əlavə, bəli, ondan əlavə də pensiyalan şəxslər üçün olan barkodda bir daha da endirim olunur. Növbəti bir endirim tətbiq olunmuş olur. Təqaüdçü özü alış-verişə gedə bilmirsə, müəyyən bir fiziki məhdudiyyəti varsa, onun barkodundan övladı və yaxud da yaxın qohumları istifadə edə bilərmi? Bəli, ən çox da fiziki məhdudiyyətli şəxsləri nəzərə alaraq, birinci dərəcəli ailə üzvləri yaxınlaşıb marketlərdən, apteklərdən alış-veriş edə bilərlər. Növbəti bir maraqlı sual, bu, belə deyim, endirim kampaniyası, endirim layihəsi yalnız paytaxt Bakı üçünmü keçərlidir, yoxsa bütün ölkə üzrə tətbiq eləmək olarmı? Bütün ölkə üzrə, bütün tərəfdaşlarımızın filiallarında keçərlidir. Rayonlarda, bölgələrdə. Bəli, əgər icazə versəz, mən efirdə tərəfdaşlarımızın adını saymaq istəyirdim. Ölkənin ən öndə gedən marketlərindən biri olan Bazar Store Al Marketlər şəbəkəsində aktivdir. Daha sonra apteklərdən burada Günəbaxan, Kanon, Zəfəran apteklərində aktivdir. Və Sağlam Ailə Klinikasında, referans klinikalarının bütün filiallarında bu aktivdir. Aydındır. Endirimlərdən danışmışkən bu haqda mütləq qeyd eləmək istəyirəm ki, e-sosial barkodu təqdim edib endirim olduqdan sonra ödəniş pensiya kartı ilə olunmalıdır, yoxsa nağd ödənişlə mi olmalıdır? Bəli, ən diqqət etməli məqamlarımızdan biri də budur ki, bizim birinci istiqamət post terminalından idi. Orada post terminala yalnız təqaüd kartı lazım idi. Artıq e-sosial vasitəsilə təqaüd kartına ehtiyac yoxdur. İstəsə nəqdə eləyə bilər, digər bank kartlarından da ödəniş eləyə bilər həmən şəxs. Həmin o mağazaların siyahı, hansı ki siz müəyyən qədər məhdud formada informasiya verdinizdə, həmin o mağazalarla bağlı. Mağazaların siyahısının hansı istiqamətdə olduğuna bağlı izləyicilərimiz, pensiyalan şəxslər hardan baxa bilər həmin o siyahıya? Sosialtərəfdaş.az saytından baxıb tanış ola bilərlər. Həm digər 1500 tərəfdaşımızdan, həm də seçilmiş e-sosial tərəfdaşlarımızdan sosialtərəfdaş.az saytından tanış ola bilərlər. 3w.sosialtərəfdaş.az monitorun titr bölümündə elə qeyd olunduğu qədərilə əlaqə nömrəmiz və saytımız hər kəs üçün keçərlidir. Monitorun titr bölümündə də qeyd olunur. Odur ki, dəyərli izləyicilər, əsasən də dəyərli pensiyalan şəxslər və onların ailə üzvləri rahatlıqla bu haqda yararlanın, bu haqda məlumatlanın və maariflənin ki, siz də bu endirimlərdən yararlana bilərsiniz. Ümumiyyətlə, məqsəd nədir? Baxın, bu layihənin ərsəyə gəlməsində. İstəyəcəm sadə dildə, maksimum sadə formada izləyicilər çatdırasınız. Məqsəd bundan ibarətdir ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən bir çox monitorinqlər, yoxlanışlar aparılır, vətəndaşlarla sorğular keçirilir. Biz gördük ki, bugün ehtiyac olan, belə deyək də, meyarlar marketlərdir, klinikalardır, apteklərdir və imtiyazlı şəxslər var ki, bu yerlərdən yararlanmalıdırlar. Həmən yerlərin də ən çox apteklər, klinikalar olduğuna görə bu yerlərlə tərəfdaşlarımızla biz danışıqlar keçirdik. Və bu arada fürsətdən istifadə edərək tərəfdaşlarımıza da təşəkkürlərimi bildirmək istəyirəm ki, sosial tərəfdaş layihəsində iştirak edirlər. Həmən şəxslərin maddi, sosial rifahını yaxşılaşdırmaqdan ibarətdir məqsəd və gündəlik xərclərinin azaldılmasından ibarətdir. Adətən, Royal bəy, pensiyalan şəxslər, təqaüdçülər deyilən zaman 65 yaş üzəri insanlar ağla gəlir ilk olaraq. Amma istəyəcəm siz bu haqda məlumat verəsiniz ki, təqaüdçülər deyilən zaman hansı sosial statuslu, hansı insanlar, bütün növ pensiyaçılar, təqaüdçülərə aiddir, yoxsa hansı qrup insanlara? Burada yaşla bağlı təqaüd olan şəxslərdir və şəhid ailələrdir, müharibə iştirakçılardır, az təminatlı ailələrdir, fiziki məhdudiyyətli şəxslərdir və yaxud da digərləridir ki, ünvanlı sosial yardım alan şəxslərdir ki, hər biri barkoddan belə deyək, istifadə edə bilərlər. Yəni, hər biri Dövlət Sosial Müdafiə Fondundan təqaüd pensiya müavinəti alırlar. Hər bir halda fondun fəaliyyətinə, sizin işlərinizdə uğurlar arzulayırıq və hər zaman media dəstəyi olaraq yanınızdayıq. Əlimizdən gələn qədər bütün layihələrinizi işıqlandırmağa da hər zaman hazırıq, Royal bəy. Bilirik ki, xalqın rifahı üçün çalışırsınız və əlinizdən gələni əsirgəmirsiniz hər zaman olduğu kimi. Borcumuzdur. Hər zaman sizə işlərinizdə uğurlar, yaşıl işıq arzulayırıq, necə deyərlər. Sonda istər fondun fəaliyyəti ilə bağlı, istər bu sosial tərəfdaş layihəsi ilə bağlı sözünüz,
fikriniz varsa buyura bilərsiniz. Təşəkkür edirəm, çox sağ olun Gündar xanım. Mən buradan vətəndaşlara səslənirəm ki, biraz pensiyaçılar, təqaüdçülər yaşlı nəsil olduğu üçün bu smartfonlardan işlətməkdən çətinlik çəkə bilərlər. Gənc nəsil insanlarımız, vətəndaşlarımız köməklik göstərsinlər ki, sosial mobil tətbiqində həmin şəxslər qeydiyyatdan keçə bilsinlər və bu imkanlardan yararlansınlar. Ümid edirəm ki, bu imkanlardan səsimiz çatdığı qədər, gücümüz yetdiyi qədər, elə siz burada olduğunuz vaxtda da, fiziki olaraq cismən burada olmadığınız vaxtlarda da biz hər zaman çatdırmağa çalışacağıq və səsimizi həmin pensiyalan şəxslərə, bütün ölkədəki pensiyalan şəxslərə qısa müddətdə çatdırmağı düşünürəm ki, təşəkkür edirəm. Sizə təşəkkür edirəm. MTV rəhbərliyinə təşəkkür edirəm. Qonaqlarımıza təşəkkür edirəm. Çox sağ olun. Biz də sizə və Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyinə, bütün əməkdaşlarınıza təşəkkür edirik. İşlərinizdə uğurlar, işlərinizdə bu layihənizdə uğurlar arzulayırıq. Çox sağ olun, minnətdarım. Fasiləmizə keçdik hal-hazırda. Fasiləmizdən dərhal sonra isə qaldığımız yerdən davam edəcəyik.